Arthur Conan Doyle. Conan Doyle ikonik dedektiv personaj Sherlock Holmes'un yaratıcısıdır. Sherlock Holmes, onun maceraları. Al qırmızı etüd. Birinci hissə. Hərbi tibb xidmətinin istefada olan zabiti Dr. John Watson'un xatirələrindən. Üçüncü fəsil. Lauriston Gardensin sirri. Etiraf etməliyəm ki, otaq yoldaşımın nəzəriyyəsi öz əməli təsdiqini tapdıqda çox təəccübləndim. Onun bacarığına olan hörmətim dərhal artdı. Yenə də bunları məni heyrətə salmaq üçün əvvəlcədən hazırlandığı şübhəsindən qurtula bilmirdim. Hərçənd bunun səbəbini də heç cür anlamırdım. Dönüb ona baxdıqda əlində oxunmuş məktubu tutmuşdu. Baxışları dalğın və tutqun idi. Bu da beyninin necə gərgin işlədiyindən xəbər verirdi. "Bunu necə bildiniz?" deyə soruşdum. "Nəyi?" qaşqabaqla dilləndi. "Onun istefaya çıxmış donanma serjantı olmağını deyirəm." "Boş şeylər haqqında danışmağa vaxtım yoxdur," deyə sözümü kəsdi. Amma tez də gülümsəyərək əlavə etdi. "Kobudluğa görə bağışlayın. Fikirlərimi yarımçıq qoydunuz. Amma bəlkə də belə yaxşıdır. Demək, siz onun keçmişdə donanma serjantı olduğunu görə bilməzdiniz?" "Əlbəttə yox. Mənim üçün anlamaq, izah etməkdən daha asandır. Təsəvvür edin ki, siz 2 dəfə 2-nin 4 olduğunu sübut etməlisiniz. Çətindir, elə deyilmi? Hərçənd cavabın düzgünlüyünə tam əminsiniz. O, hələ küçədə olanda qolundakı düyməni görmüşdüm. Böyük, göy, lövbər. Hiss etdim ki, onun dənizlə əlaqəsi olub. Duruşu da, bakınbartları da hərbiçilərinki kimi idi. Deməli, qarşımızda dayanan adam donanması olmalıydı. Hərəkətlərində məğrurluq, hətta biraz amiranəlik vardı. Yəqin siz də gördünüz, başını necə uza tutur, əlindəki çubuğu necə yellədir. Görkəmindən orta yaşlarda olardı. Həm də təmkinli adam idi. Vəssalam, yalnız bu əlamətlərə görə onun serjant olduğunu təxmin etdim. "Möcüzədir," qışqırdım. "Boş şeydir," Holmes laqeydliklə dedi. Ancaq üzündən bilinirdi ki, mənim heyrətlənməyimdən razı qalıb. "Bayaq deyirdim ki, indi daha cani yoxdur. Deyəsən səhv etmişəm. Bir baxın." O, kuryerin gətirdiyi məktubu mənə uzatdı. "Qulaq asın, bu ki dəhşətdir." Onu gözdən keçirib ah çəkdim. "Bəli, qeyri-adi şeyə oxşayır," soyuqqanlıqla dedi. "Lütfən ucadan oxuyun." Oxuduğum məktub belə idi. Əziz Mr. Sherlock Holmes, bu gecə Brixton Road'da keçirilən Lauriston Gardens'dəki 3 nömrəli evdə dəhşətli hadisə baş vermişdir. Gecə saat 2 radələrində yoxlama zamanı bizim polismen evdə işıq yandığını görmüş, amma evdə heç kimin yaşamadığını bildiyindən şübhələnmişdir. Qapı bağlı deyildi və tamamilə boş olan birinci otaqda yaxşı geyimli bir centilmenin cəsədini görmüşdü. Cibində vizit kartı tapmışdı. Rahib Ced Drebber, Cleveland, Ohio, Birləşmiş Ştatlar. Oğurluq və zorakılıq əlamətləri yoxdur. Döşəmədə qan ləkələri var, amma cəsədin üstündə yara olmayıb. Onun bu otağa necə gəlib düşdüyünü anlaya bilmirik və ümumiyyətlə bu iş tam bir tapmacadır. Saat 12-yə kimi nə vaxt gəlsəniz, məni burada tapa bilərsiniz. Sizin cavabınızı və ya gəlişinizi gözləyərək burada heç şeyə toxunmadan olduğu kimi saxlayacağım. Əgər gələ bilməsəniz, sizə bütün təfsilatı ilə xəbər verəcəyim. Lütf edib fikrinizi bildirsəniz, son dərəcə minnətdar olaram. Hörmətlə, Tobias Gregson. Gregson, Scotland Yardda ən ağırlı xəfiyyədir, dostum dedi. O və Lestrade digər zavarlardan fərqlənirlər. Hər ikisi bacarıqlı və çalışqandırlar. Amma dəhşətli dərəcədə bayağıdırlar. Bir-biri ilə qanlı bıçaq kimi yola getmirlər. Həm də əsl peşəkarlar kimi şan-şöhrət düşkünüdürlər. İkisi də izə düşsə, yaxşı mələkə qopacaq. Onun nitqi qəribə həzinliklə axıb gedirdi. "Axı, bir saniyə də itirmək olmaz," narahatlıqla dedim. "Gedib kep çağıram?" "Heç bilmirəm, gedim ya yox. Dünyada mənim kimi tənbəl yoxdur. Əlbəttə ki, tənbəlliyim tutanda beləyəm. Amma zirək də ola bilərəm." "Siz ki, belə bir iş arzulayırdınız." "Əzizim, mənim üçün nə fərqi var? Tutaq ki, bu işin üstünü açdım. Onsuz da bütün şan-şöhrəti Gregson, Lestrade və onların yan-yörəsi mənimsəyəcək.
Qeyri-rəsmi şəxsin qisməti həmişə belə olur. Axı o sizdən kömək istəyir. Elədir. O bilir ki, cinayətlərin üstünü açmaqda mənə çata bilməz. Bunu özü də həmişə mənə deyib. Lakin bunu üçüncü bir adama etiraf etməkdənsə dilini kəsməyə üstün tutar. Amma eybi yoxdur, gedək baxaq. Məsuliyyəti öz üzərimə götürərəm. Əgər mənlik bir iş olmasa, ən azından onları ələ salaram. Gedək. O vurnuxmaya düşüb, paltosundan sarı qaçdı. Zirəklik tutması süstlük xəstəliyini əvəz etmişdi. Şlyapanızı götürün, amirənə səslə dedi. Sizinlə getməyimi mi istəyirsiniz? Bəli, əgər başqa işiniz yoxdursa. Bir dəqiqədən sonra biz Brixton Road'da aparan kerdə oturmuşduq. Çiskinli, dumanlı bir səhər idi. Damların üstündəki qəhvəyi tüstü sanki aşağıdakı çişli boz küçələri əks etdirirdi. Otaq yoldaşımın kefi kök idi. Ara vermədən Kremon skripkaları və Stradivari və Amati skripkalarının fərqi haqqında danışırdı. Susmuşdum. Qəmgin hava, qarşılaşacağımız kədərli mənzərə məni sıxırdı. Siz deyəsən bu iş haqqında qətiyyən düşünmürsünüz. Nəhayət onun musiqi haqqında fikirlərini yarımçıq qoydum. Əlimdə hələ fakt yoxdur, deyə cavab verdi. İşin təfsilatını bilmədən mülahizə yürütmək böyük səhvdir. Bu mühakimənin sonraki gedişatına pis təsir göstərər. Tezliklə faktları əldə edəcəksiniz, barmağımla göstərib dedim. Budur, Brixton Road. Bu isə səhv etmirəmsə həmin evdir. Doğrudur. Saxlayın, faytonçu, saxlayın. Evə çatmağa hələ 100 yard qalmışdı. Ancaq Holmesun təkidi ilə kebdən düşüb piyada getdik. Lauriston Gardens adı daşıyan 3 nömrəli evin vahiməli görkəmi vardı. Sanki özündə təhlükə gizlətmişdi. Küçədən biraz aralı yerləşən 4 evdən biri idi. Evlərin ikisində yaşayış vardı. İkisi isə boş idi. 3 nömrəli evin küçəyə baxan 3 yanaşı tutqun pəncərəsi vardı. Gah burada, gah orada dumanlı, tünd rəngli pəncərələrin üstündə zəhlə tökən kirayə verilir sözləri yazılmışdı. Hər evin qarşısında onu küçədən ayıran çəpər vardı. Seyrək və qurumuş kolların üstündən bir neçə taxta vurulmuşdu. Çəpər boyunca ensiz və görünür gil və qumun qarışığından olan sarımtıl cığır uzanırdı. Gecə yağış yağdığından hər yer gölməçələrlə dolu idi. Küçə boyunca 3 fut hündürlüyündə yuxarısında taxta barmaqlıqlar olan kərpiç hasar uzanırdı. Hasara söykənmiş yekəbər polisi o tayda nə baş verdiyini heç olmasa bir anlığa görmək üçün əbəs yerə boyunlarını irəli uzatmış bir neçə avara əhatəyə almışdı. Düşünürdüm ki, Holmes evə tələsib dərhal təhqiqata başlayacaq. Qətiyyən. Sanki onun niyyətində bu yox idi. Belə vəziyyətlərdə ədəbazlıq həddinə çatan laqeydliklə səkidə var-gəl edib, dalğınlıqla səmaya, yerə, qarşıdakı evə və hasardakı barmaqlıqlara baxırdı. O 2 dəfə dayandı. Bir dəfə gülümsədiyini gördüm və özündən razı halda mızıldandığını eşitdim. Yaş palçıqlı torpaqda çoxlu rəpirlər vardı. Amma polislər də oranı yaxşıca tapdamışdılar. Holmesun orada nə axtardığını anlaya bilmirdim. Lakin tezliklə onun qeyri-adi gözü açıqlığına əmin oldum. O mənim görmədiyim çox şeyləri görə biləcəyinə şübhəm qalmadı. Qapıda bizi ucaboy, ağ sifət, kətan rəngli saçları olan, əlində qeyd dəftərçəsi tutmuş bir adam qarşıladı. O bizə tərəf gəlib ehtiramla dostumun əlinə sıxdı. Nə yaxşı ki gəldiniz, o dedi. Heç kim heç nəyə toxunmayıb. Hər şey necə idisə elə də qalıb. Bundan başqa, deyə Holmes cığı göstərib cavab verdi. Heç öküz sürüsü də özündən sonra bu qədər lıqqa buraxmaz. Yəqin cığırı tapdamamışdan qabaq yoxlamısınız. Evin içində işim yox idi. Xəfiyyə sualdan yayınmağa çalışaraq cavab verdi. Həmkarım Mr. Lestrade də buradadır. Mən ümid edirdim ki, o özü buna nəzarət edəcək. Holmes mənə baxıb istehza ilə qaşlarını çatdı. Siz və Lestrade kimi öz işini bilən ustalar buradadırsa, mənih bir şey yoxdur, o dedi. Gregson özündən razı halda əllərini ovuşdurdu. Bəli, biz nə mümkündürsə etmişik. Amma iş çox dolaşıqdır. Bilirəm, siz belə işləri xoşlayırsınız. Siz bura kebdə gəlmişdiniz? Yox, piyada gəlmişəm, ser. Bəs Lestrade? O da, ser. Yaxşı, onda gedib otaqlara baxaq.
Holmes gözlənilmədən söhbətə yekun vurdu və evə girdi. Gregson təəccüblə qaşlarını çatıb onun ardınca tələsdi. Böyük olmayan, çoxdan süpürülməmiş taxta döşəməli dəhliz mətbəxə və digər xidməti otaqlara aparırdı. Sağ və sol tərəflərdə 2 qapı vardı. Onlardan birini görünür bir neçə aydır ki açmırdılar. Digər qapı isə müəmmalı qətl hadisəsi baş vermiş yemək otağına aparırdı. Holmes otağa girdi. Mən də ölüm haqqında ağır hisslərə qapılaraq onun arxasınca getdim. Böyük kvadrat otaq, içində mebel olmadığından biraz da geniş görünürdü. Parlaq, zövqsüz divar kağızlarına kif ləkələri basmış, bəzi yerlərdə kağızlar qopub sallandığı üçün sarı rəngli suvaq açıqda qalmışdı. Qapının düz qarşısında ağ mərmərlə üzlənmiş yöndəmsiz buxarın üstündə rəf vardı. Rəfin kənarına qırmızı mumdan olan şamın qalıqları yapışmışdı. Yeganə pəncərənin çirkli şüşəsindən düşən zəif, tutqun işıqda ətrafdakı hər şey ölümcül boz rəngdə görünürdü. Bu, biraz da döşəmədəki qalın toz təbəqəsinin təsirindən belə idi. Bütün bu təfərrüatın fərqinə sonradan vardım. İlk dəqiqələrdə mən quru döşəməyə sərilmiş tənha, eybəcər bədənə, bir də tavana tikilmiş donuq gözlərə baxırdım. Bu, 43-44 yaşlı, orta boylu, enli kürək, sıx, qıvrım qara saçlı və qısa, biz-biz saqqalı olan bir adam idi. Əynində qalın mahuddan sürtük və jilet, açıq rəngli şalvar və ağappaq köynək vardı. Cəsədin əlləri yana düşmüş, barmaqları isə yumruq kimi sıxılmışdı. Ayaqları əzabla can verilmiş kimi qıc olmuşdu. Mənə elə gəldi ki, sifətində dəhşət və nifrət ifadəsi donub qalmışdı. Belə ifadəni heç bir insanın üzündə görməmişdim. Qorxunc, acıqlı üzü, ensiz alnı, yastı burnu və uzun çənəsi ölünü qarillaya bənzədirdi. Bu oxşarlığı meydin qeyri-təbii şəkildə qıvrılıb qıc olması daha da gücləndirirdi. Mən müxtəlif cür ölüm görmüşəm. Lakin o heç vaxt mənə indiki kimi London ətrafındakı baş magistrallardan birinə yaxın, qaranlıq, məşum otaqdakı qədər qorxunc görünməmişdi. Cılız, sincaba bənzəyən Lestrade qapı ağzında dayanmışdı. O, Holmes və mənimlə görüşdü. Bu hadisə böyük səs-küyə səbəb olacaq, ser, o dedi. Dünya görmüş adam olsam da hələ belə hadisə ilə rastlaşmamışdım. Bu müəmmanın bir açarı da yoxdur, Gregson dedi. Heç bir, Lestrade onun sözünü təsdiqlədi. Sherlock Holmes cəsədə yaxınlaşıb dizini yerə qoydu və diqqətlə ona baxmağa başladı. Siz əminsiniz ki, onun üzərində yara yoxdur? Deyə o cəsədin ətrafındakı qan damcılarını göstərib dedi. Əlbəttə, polislərin hər ikisi cavab verdi. Demək, bu qan başqa birisinindir. Ehtimal ki, qatilindir. Əgər burada cinayət baş veribsə. Bu mənə 34-cü ildə Utrechtdə Van Jansen'in ölümünü xatırladır. O iş yadınızdadırmı, Gregson? Xeyr, ser. Oxuyun, həqiqətən oxumağa dəyər. Yer üzündə heç nə yeni deyil. Hər şey keçmişdə də baş verib. Bu zaman onun həssas barmaqları aramsız olaraq cəsədin üstündə gəzir, əlləyir, sıxır, yaxasını açır, tədqiq edirdi. Gözlərində isə dəfələrlə gördüyüm boş ifadə vardı. Müayinə elə tez bitdi ki, onun diqqətlə aparıldığını çətin ki kimsə anlayardı. Nəhayət Holmes meydin dodaqlarını iylədi. Sonra da laqla çəkmələrindəki izlərə baxdı. Onu yerindən tərpətməmişdilər, deyə soruşdu. Yox, sadəcə baxış keçiriblər. Ölxanaya apara bilərsiniz, Holmes dedi. Daha ona lüzum yoxdur. Xərək tutmuş 4 nəfər hazır dayanmışdı. Gregson onları çağırdı. Meyiti xərəyə qoyub apardılar. Onu qaldıranda döşəməyə üzük düşüb deyirləndi. Lestrade onu yerindən götürüb baxmağa başladı. Burada qadın olub, o heyrətlə qışqırdı. Bu qadın nişan üzüyüdür. O üzüyü ovcuna qoyub bizə uzatdı. Lestrade'i dövrəyə alıb biz də üzüyə baxdıq. Şübhəsiz bu qızıl halqa nə vaxtsa təzə evlənmiş birinin barmağını bəzəmişdi. İş qəlizləşir, Gregson dedi. Onsuz da əvvəldən dolaşıq idi. Siz əminsiniz ki, bu işi asanlaşdırmır, deyə Holmes etiraz etdi. Amma bəsdir, üzüyə baxdınız. Bu bizə kömək etməyəcək. Ciblərində nə tapmışdınız? Hamısı buradadır.
Gregson dəhlizə çıxıb pilləkənin aşağı pilləsinə düzülmüş bir yığın əşyanı göstərib dedi. Baro firmasının qızıl saatı. London 97-163 nömrəli. Qızıl boyunbağı, böyük və çox ağır. Mason emblemli qızıl üzük, qızıl sancaq, yaqutdan gözləri olan buldog başı. Vizit kartları üçün rus dərisindən olan portmone və vizit kartları. Kartların üstündə yazılıb. Rahib C. Draper, Cleveland. Bu, alt duman köynəyinin üstündə RCD ifadəsinə uyğun gəlir. Pul kisəsi yox idi, amma cibindən 7 funt 13 şilling çıxdı. Forzasında Joseph Stengerson yazılmış Boccaccio'nun Decameron əsərinin cib nəşri. 2 məktub, biri C. Draper'ə, digəri Joseph Stengerson'a ünvanlanıb. Ünvan necədir? Strand, Amerika birjası tələbli. Hər iki məktub Gion gəmiçilik şirkətindəndir və gəmilərin Liverpooldan yola düşməsinə aiddir. Aydındır ki, bu bədbəxt New York'a qayıtmağa hazırlaşırmış. Stengerson'u axtarmağa başlamışsınız? Dərhal, ser. Bütün qəzetlərə elan göndərmişəm. Adamlarımdan biri də Amerika birjasına gedib, ancaq hələ qayıtmayıb. Cleveland'də sorğu göndərmişsiniz? Səhər telegram göndərmişik. Nə cür? Sadəcə hadisəni xəbər verdik və xahiş etdik ki, bizə məlumat versinlər. Sizin üçün daha vacib görünən hər hansı məsələyə aid daha ətraflı məlumat vermələrini xahiş etdinizmi? Stengerson'un haqqında soruşdum. Başqa heç nə? Sizcə burada Draper'in həyatına aid aydınlaşdırılması zəruri olan xüsusi heç nə yoxdur? Mən vacib bildiyim hər şey haqqında soruşdum. Gregson incik halda cavab verdi. Sherlock Holmes söz-özünə gülümsədi və nəsə demək istəyirdi ki, biz dəhlizə çıxanda otaqda qalmış Lestri birdən qarşımızda peyda oldu. O lovğalıqdan özünü çəkir və əllərini ovuşdururdu. Mr. Gregson, mən incə çox mühüm bir məsələnin üstünü açmışam, o təntənə ilə dedi. Əgər divarları diqqətlə nəzərdən keçirmək ağlıma gəlməsəydi, heç nə bilməyəcəkdik. Balaca adamın gözləri parıldayırdı və görünür, öz həmkarını bir xal qabaqladığı üçün daxilən şadyanalıq edirdi. Bura buyurun, təlaşla deyib bizi otağa apardı. Buranın qorxunç sakini aparıldıqdan sonra otaq deyəsən biraz işıqlanmışdı. Burada dayanın. O, kibriti çəkməsinin altlığına çəkib divara yaxınlaşdırdı. Baxın, təntənə ilə dedi. Mən sizə demişdim ki, bəzi yerlərdə divar kağızları cırılıb sallanır. Divarın bir küncündə böyük bir kağız parçası kələkötür sarı suvaqdan qoparılmışdı. Onun üstündə qanla yazılmışdı. Exe. Gördünüz? Cəmaata atraksiyon göstərən cambaz kimi lovğalıqla dedi. Bu ən qaranlıq küncdür və bura baxmaq heç kimin ağlına gəlməyib. Qatil, kişi ya qadın bunu öz qanı ilə yazıb. Baxın, qan divardan axıb. Yerdə də ləkələr var. Hər halda intihar istisna olunur. Bəs niyə qatil məhz bu küncü seçib? İndi izah edərəm. Buxarının üstündəki şam qalıqlarını görürsünüzmü? O yananda bura otağın ən qaranlıq deyil, ən işıqlı küncü olub. Yaxşı, yazı gözünüzə sataşıb. Bəs onu necə izah edərsiniz? Gregson ehtinatsızca dedi. Necə? Bax belə. Qatil, onun kişiyə qadın olmasının fərqi yoxdur. Rachel, qadın adını yazmaq istəyib. Amma bitirə bilməyib. Yəqin ki, nəsə mane olub. Mənim sözlərimi yadınıza saxlayın. Gec ya tez aydın olacaq ki, bu işdə Rachel adlı qadının əli var. Nə qədər istəyirsiniz gülün, Mr. Sherlock Holmes. Əlbəttə siz mütailəli və ağıllı adamsınız. Amma sonda qoca iz axtaran it sizə üstün gələcək. Üzr istəyirəm, gülüşü ilə balaca adamı əsəbləşdirən dostum dedi. Əlbəttə bu tapıntının şərəfi sizə aiddir. Və şübhə yoxdur ki, bu yazı gecə oynanılan faciənin ikinci iştirakçısı tərəfindən yazılıb. Mən hələ otağa göz gəzdirməmişəm və icazənizlə indi baxmaq istəyirəm. O, cibindən metrəni və böyük yumru zərrəbini çıxarıb səssizcə otağa girdi. Bəzən dayanır, ya da dizi üstə çökürdü. Hətta bir dəfə döşəməyə də uzandı. Holmes elə aludə olmuşdu ki, deyəsən bizim burada olduğumuzu da unutmuşdu. Onun gah donqullanmağını, gah sakit fitini, gah da məmnun və sevincək çığırtısını eşidirdik. Ona baxdım
və mənə elə gəldi ki, o indi itirdiyi izə düşə bilmədiyindən meşədə o yan bu yana vurnuxan, səbirsizlikdən zingildəyən, yaxşı əhilləşdirilmiş cins tazıya oxşuyur. O, mənim görə bilmədiyim hansısa izlərin arasındakı məsafəni diqqətlə ölçür, arabir divarda yenə də mənim üçün anlaşılmaz olan nə isə ölçürdü. Bir yerdə ehtiyatla döşəmədən bir çimdik toz götürüb zərfə qoydu. Nəhayət diqqətlə hər bir hərfi tədqiq edərək zərrəbinlə divardakı yazıya baxdı. Görünür, baxışdan razı qalmışdı. Çünki metrə və zərrəbini cibinə qoydu. Deyirlər, dahilik sonsuz dözümlülükdür, gülümsəyib dedi. Kifayət qədər uğursuz tərifdir, amma xəfiyyəlik üçün tamamilə uyğundur. Holmesun hər bir hərəkəti ən əhəmiyyətsiz görünən xırdalıqlara qədər tamamilə müəyyən və praktik məqsədə xidmət edirdi. Hə, nə deyə bilərsiniz, ser? Hər ikisi xorla soruşdu. Cinayətin açılmasında üstünlüyünüzü əlinizdən almaq istəmirəm, dostum dedi. Ona görə də məsləhətlərimlə sizi təngə gətirə bilərəm. Hər ikiniz işin öhdəsindən elə yaxşı gəlirsiniz ki, müdaxilə etmək günah olardı. Onun səsində açıq-aşkar istehza vardı. Əgər işin gedişatı haqqında mənə məlumat versəniz, deyə sözünə davam etdi. Əgər bacarsam, sizə kömək etməkdən məmnun olardım. Hələlik isə cəsədi tapmış konstable ilə danışmaq istəyirəm. Zəhmət olmasa onun adını və ünvanını deyin. Lestrade qeyd dəftərçəsini çıxartdı. John Rance, dedi. İndi boşdur. Ünvanı Audley Court 46 Kennington Park Gate. Holmes ünvanı yazdı. Gedək, doktor, mənə dedi. Elə bu saat onun yanına gedirik. Sizə bir şey demək istəyirəm. O xəfiyyələrə tərəf dönüb dedi. Bəlkə də bu istintaqa kömək edəcək. Bu, əlbəttə ki, cinayət hadisəsidir və qatil kişidir. Boyu 6 futdan biraz çoxdur. Ayaqları bu boy üçün çox balacadır. Ağır və enli-burun çəkmələr geyir və trixinopol siqarı çəkir. O və onun qurbanı bura birlikdə 3 ayağında köhnə, qabaq sağ ayağında isə təzə nal olan ata qoşulmuş 4 çaxlı arabada gəlib. Çox güman ki, qatilin qırmızı sifəti və sağ əlində uzun dırnaqları var. Bunlar əlbəttə xırda şeylərdir. Ancaq sizə köməyi dəyə bilər. Lestrade və Gregson şübhə ilə gülümsəyib bir-birinə baxdılar. Əgər bu adam öldürülübsə, bu necə olub? Zəhər. Sherlock Holmes qısaca cavab verib qapıya tərəf addımladı. Hə, bir şey də var, Lestrade, dönüb əlavə etdi. Rexe almanca qisas deməkdir. Odur ki, Miss Rachel-i axtarmağa vaxt itirməyin. O son sözünü deyib getdi. Hər iki rəqib isə ağzı açıq halda onun ardınca baxırdı. 3-cü fəslin sonu.